İslahatlar bəzən həyatımızın qaçılmaz, bizim qaça bilmədiyimiz hissəsinə çevrilir. Zaman dəyişir, dövrlər ötür. Müəyyən məsələlərdə isə bəziləri hər şey olduğu kimi saxlamağa çalışırlar. Bu məsələ haqqında danışanda, islahatlar haqqında danışanda xüsusilə də dini kəsim və məsələnin din kontekstində izah olunmasında hər şeyin maraqlı olan qüvvələr dində islahatların uçuruma aparacağını ortaya qoyurlar. Bu mövqe ilə çıxış edirlər. Təbii ki, din inanc məsələsidir. Elə bir şeydir ki, bu yalnız və yalnız insanın özünün Tanrı ilə arasında olan bir məsələdir, təbii ki. Və bundan da çıxış eləyərək bəzi məsələlərin müzakirəsinin doğru olmadığını deyənlər də var. Xüsusilə də Azərbaycanda din mövzusunda danışanda müxtəlif istiqamətlər üzrə təxribatlara yol vermək istəyənlər olur. Məhz dini bu və ya başqa şəkildə insanları manipulyasiya etmək üçün istifadə edənlərin olduğunu bilirik. Bu həm də dünyada dövrlər boyu həmişə aktual olub. Bütün bunları nəzərə alaraq və bütün bunlara rəğmən biz bax bu cür indi təqdim edəcəyim qonaqlarla birlikdə bu cür müzakirələrin tərəfdarıyıq. Çünki istənilən müzakirə nəticə etibarıyla həqiqət axtarışında olanlar üçün əsl həqiqətin tapılmasına kömək edir. Necə deyirlər, o örtülü bazar dostluğu pozar. Bax, bu hər baxımdan bu sahədə də belədir. Yəni, müəyyən qruplar özləri danışırlar, özləri çıxış edirlər, özlərinə nə isə təlqin edirlər, bir-birlərindən xəbərsiz olurlar və nəticə etibarıyla da məhz o qrupların qrup maraqları bəzən hər şeyin üstündə olur və əsl böyük konfliktlərə səbəb olur. İndi nə demək istəyirəm, nədən danışacağım, qonaqları təqdim edəndən sonra xüsusi məncə izahata ehtiyac olmayacaq. Elşan Sultanzadə, İslamşünas, xoş gəlmisiniz. Elşad Miri, dinşünas. Əvvəla bunu deyim ki, hörmətli tamaşaçılar, biz fərqli bir məqsədlərlə verilişlər təqdim edəndə Elşad Mirini də dəvət elədik. Sonra belə bir fikirlər, iddialar ortaya atıldı ki, biz də çıxaq, Elşad Miriyə cavab verək. Söz haqqı tanıdıq. Amma Elşad Miri ilə birlikdə verilişə gəlsin, debat yox, müzakirə formasında çıxış eləsin deyə dini komitədə o çətir altında fəaliyyət göstərən onlarla ilahiyyatçıya müraciət etdik. Dedilər, gəlmirik. Qafqaz Müsəlmanları İdarəsinin çətiri altında fəaliyyət göstərən şəxslərə müraciət etdik. Dedilər, biz gəlmirik. Ayrı-ayrı fərdlərə müraciət etdik. Dedilər, gəlmir. Adlarını çəkmirəm. Yəni, bilirəm ki, bu veriliş həmən YouTube-da filan yayılan kimi altından yazacaqlar ki, filan kəsi çağırardınız, filan kəsi çağırardınız. Demək olar ki, hamını çağırmışıq, hətta ad da deyə bilərik, amma deməyə ehtiyac yoxdur. Etiraz ediblər. Yəni, amma yerdə qalan hər kəsə biz baxırıq, müxtəlif platformalarda Elşad Miri deyirlər, amma onunla çıxmaq istəmirlər. Bu baxımdan Elşad sizə təşəkkür edirik ki, yəni gəldiniz. Mövzumuz isə bundan ibarətdir ki, bugün danışacağımız mövzu bundan ibarətdir ki, ənənəvi inanc sistemimizin əsas istinad nöqtəsi nədir? Əgər İslam dinindən danışırıqsa, Quran və hədislər mütləq və mütləq eynimi götürülməlidir? Yoxsa Quran bizə bəs edərmi? Yoxsa ümumiyyətlə hədislər ilə bizə kifayət edir? Çünki hədislər əslində elə Quranı izah eləyir. Yəni, biz məsələyə necə baxaq ki, dinimizi doğru yaşayaq? Əvvəla belə bir sualla sizlə başlayaq Elşad bəy. Ümumiyyətlə, bax, bu sizin ortaya qoyduğunuz bu mövqey var. Yəni, Quran yetər. Sizin məqsədiniz, niyyətiniz nədir? Siz, bax, niyə görə belə bir məsələ ilə ortalığa düşmüsünüz? Türkiyədə müəyyən bu baxımdan fəaliyyət göstərən şəxslər var ki, bəziləri çıxıb deyirlər ki, siz onların fikirlərini götürüb Azərbaycanda təbliğ edirsiniz. Yəni, əslində Quran yetər deyib Qurana yaxınlaşandan sonra bu istiqamətdə fəaliyyət göstərənlərin hamısının fikir aşağı-yuxarı eyni olmalı. Niyə görə sizi kimlərisə təqlid eləməkdə günahlandırırlar? Qısaca bu məsələyə münasibət bildirin, əsas mövzumuza keçək. Bundan bağlı belə bir məsələ var ki, mən özüm də həmin o ənənəvi din anlayışının bir nümayəndəsi olmuşam. Yəni, onlar nəyi öyrənibsə, eyni şeyləri öyrənmişəm, nəyi tədris edibdilərsə, eyni şeylər öyrədilib və özüm də universitetlərdə 4 ilə yaxın
bu sahədə dinlər tarixindən və İslam ailə hüququndan dərslər vermişəm. Və verdiyim ərəfələrdə də təbii ki, bizə öyrədilənləri insanlara, gənclərə, tələbələrə öyrətmişəm. Amma müəyyən suallar gəlirdi həmişə. O sualların içindən çıxılmaz vəziyyətlər yaranırdı. Verdiyimiz cavablar ənənəvi cavablardan ibarət idi. Bunlara konkret olaraq sadəcə inanmaq lazımdır kimi absurd bir fikir bildirirdik. Amma ondan sonra dedik ki, bəlkə bunları araşdıraq. Araşdırmağa başladığımız zaman, məsələn, Xəzər Universitetində dərs ediyim zaman ilk orada bir konfransımız oldu. Həmin o konfransı təşkil edəndə mövzumuz ondan ibarət idi ki, ölüyə Quran oxumaq olmaz. Və sağ olsun, həmin dövrdə Hamlet İsaxanlı rektor olaraq gəldi, təşəkkür elədi, təbrik elədi ki, belə bir məsələlərlə gündəmə gəlməyimiz belə həqiqətən yeniliyə bir qapı açmaqdır. İndiyə qədər mövcud olan ənənəvi anlayışdan müəyyən qədər qurtulmaqdır. Ondan başqa ailəmizdə övladlarımız böyüyür. Onların verdiyi suallar, məsələn, bir böyük övladım soruşurdu ki, mənə oxuduğun kitabın həqiqətən Allahdan gəldiyini isbat eləyə bilərsənmi? Digər övladım soruşurdu ki, o biri dünya anlayışı, axirət varmı? Ondan sonra cəmiyyət arasında olanlar və bunları araşdırmağa başlayanda iki yolum var idi. Ya bütün bu deyilənlərin hamısını inkar eləməliydim. Necə ki, indi mənə qarşı olan iddiamlarla çıxış eləməliydim. Eyni yolu tutmalıydım və yaxud da deist özümü adlandırmalıydım ki, bu da bir tənbəl çıxış yoludur. Yaxud da ağır bir yol seçib indiyə qədər öyrədilənləri belə sorğulamalıydım. Siz deyirsiniz ki, onların o suallarına o ənənəvi qayda ilə cavab vermək olmur? Xeyr, olmur. Niyə? Çünki verdiyimiz cavablar ancaq inanmaq məcburiyyətindəsən deyirdik biz buna. Bunu öyrəndən sonra, məsələn, bəzi yerlərdən təbii ki, bizim sorğulamalarımız oldu. Bəzi insanlardan bəzi məsələləri araşdırmağa başlayanda görürdük ki, qardaş, həqiqətən, məsələn, bugün ənənəvi dində belə bir anlayış var ki, İslamın ilk əmri Quran-ı Kərimin Ələq surəsinin 1-ci ayəsində İqra bismi rabbikəl-ləzi xalaq deyə başlayan ayədir. Oxu, yaradan Rəbbin adı ilə oxu. Gözəl, möhtəşəm. Həqiqətən bunu heç kim inkar eləyə bilməz. Amma Birləşmiş Millətlərin statistikasından baxırdıq ki, dünyada oxumağı və yazmağı bacaranların azlığı müsəlman ölkələrin payına düşür. Bunu qoydum qırağa. Deməli ki, bizim heç adicə Quranın əmrinə tabi olmuruq. O zaman nə etməliyik? Siz biraz üzr istəyirəm, qabağa getdiniz. Biz bunların danışacağıq. Siz deyirsiniz ki, mən yəni heç bir qrupun, maraq dairəsinin Azərbaycandakı təmsilçisi deyiləm. Məsəl üçün, sizə qarşı belə bir fikirlər səsləndirir. Bu təbii belə bir ifadə var, Türkiyədə məşhur. Bu dəyirmanın suyu hardandır filan. Yəni bu cür fəaliyyət göstərmək üçün imkanı hardandır, pulu hardan qazanır, nə yeyir, nə içir filan. Əgər istəsəz buna da cavab verə bilərsiniz. Məmnuniyyətlə heç bir problem yoxdur burada. Məsələn, hər kəs də bilir ki, artıq 10 ildən çoxdur Media Təqib Mərkəzinin rəhbəriyəm, direktoruyam və bu şirkət də böyük bir şirkətdir indiyə qədər də, rəsmi şəkildə də fəaliyyət göstərib. Vaxtı ilə 30-a yaxın işçimiz olub. İndi də işçilərimiz məsələn onlayn formada işləyənlər olub. Bunu davam elətdirmişik. Yəni bu da təbii ki, bizdə müəyyən vəsaitlərin cəlb olunmasına abunələriniz var. Təbii ki, dövlət qurumları abunələrimiz olur, özəl şirkətlər abunələrimiz olur, bank sistemindən abunələrimiz olur, bəzi millət vəkilləri abunələrimiz olur və onların mətbuatda gedən məlumatların, informasiyaların əleyhdən keçirilərək təqdim edilməsi ilə bağlı bir işdir. Hətta həmin dövrdə Nuşirəvan Məhrəmli belə bu məsələni görəndə dedi ki, sizin gördüyünüz işə görə gərək biz bu qurumu ləğv eləyək, sizə abunə olaq, sizlə işləyək deyə. Çünki ona görə də ləğv elədilər onlar. 7 bəli ləğv elədilər. 7-24 bizim məsələn 3 növbəli elə işçilər, iş yoldaşlarımız olur. Yəni sizin özünüzün başqa. Təbii ki, ondan başqa onlayn gördüyümüz bəzi işlərimiz var, bəzi yatırımlarımız var. Məsələn, bunu dostlarımız bilirlər. Yox, təbii ki, burada şəffaf olmalıyam. Yəni belə çoxlu suallar gəlir, bəzən kimlərinsə ağlı da qarşı. Mənim özümdə də belə bir sual yaranmışdı, verdim. Sizlə davam eləyək, Elşən bəy. Ümumiyyətlə, bu yanaşma ki var, Elşad Miri ortaya qoyub, yəni çırpınaq, təmizlənək, ancaq və ancaq Quranla davam eləyək. Yəni qulağa xoş gəlir də, ilk baxışda yaxşı gəlir. Amma əks fikirlər də var ki, əslində elə bunun hamısı Qurandan uzaqlaşdırmaq üçündür. Bunu, sualım bu deyil, bu fikri yadınıza saxlayın. Ümumiyyətlə, biz dinimizi, yəni İslam dinini, belə deyək, Allahın bizə göndərdiyi o dini ancaq və ancaq Quranla anlaya bilmərik ki. Hər kəs salamlayıram, Baku TV-nin işçilərini, rəhbərliyinizi, çox sağ olun dəvət eləmişsiniz. Mən də sizin dəvətinizə gəlmişəm. Burada əsas məsələ birinci, mən belə başlamaq istəyirəm ki, inşallah tövhid inancı qalib gələcək və gəlməlidir də. Bu dəqiqə müsəlmanların ən böyük problemi tövhid inancıdır.
Birinci, mən belə başlamaq istəyirəm. Din nədir? Həmişə bu işdə xronologiya, metodologiya və antologiyanı bilməlisən. Əgər bu işlərdə anlayışın yoxdursa, sən heç bir şey eləyə bilməzsən. 30 ildir bu mübahisələr gedir, 30 ildir belə proqramlar var, amma ortalıqda heç bir şey yoxdur. Ümumiyyətlə, din nədir? Din, insanı idarə eləyən deyil, insanı kontrolda saxlayan sistem və vasitənin adına din deyilir. Nöqtə. İnsan din olmasa kontroldan çıxdığı zaman artıq onun qabağında heç kəs dayana bilməz. Çünki Allah Teala tərəfindən ona müstəqil bir iradə verilib və hal-hazırda dünyadakı vəziyyəti görürsünüz. Ümumiyyətlə, Tural bəy, bizi aldatdılar. Bizə dedilər ki, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm bu dini bizə təbliğ eləməyə başladığı zaman ərəblər Allaha inanmırdı. Bütün problemlərin başı bundan başladı. İndi biz araşdırdığımız zaman, tədqiq etdiyimiz zaman aydın olur ki, ərəblər Allaha hələ bizim kimi inanırmış. Sadəcə Məhəmməd Peyğəmbər... Yəni o dövrki ərəblər. Bəli, dəxli yoxdur. Eyni. Yəni, çox təəssüflər olsun ki, dərs keçən müəllimlər də, akademiklər, yəni mənim bütün ən Azərbaycanın güclü akademik professorlar hamısı mənim müəllim olub. Bunlar da bunu bilmirdi. Yəni, ümumiyyətlə... Yəni, Vasif Məmmədəliyev də eləmir mi? Ad çəkmir də, yəni ən üstünlərindən söhbət edir. Nəyi bilmirdilər? Bilmirdilər ki, ərəblər cahiliyyə dövründə Allaha inanırdılar. Bəli, yəni bunlar Qurani Kərim üzrə mütəxəssis deyillər. Bunlar şərqşünasdır. Şərqşünaslar da Sovet dövründə, Sovet İttifaqı dövründə bunlar göndərmiş ərəb ölkələrinə. Onlar ərəb ölkələrlə Sovet İttifaqı arasında münasibətləri qurmaq üçün. Bunların Qurani Kərimdən anlayışı yoxdur. Məsələn, mən bura gəlməmişdən qabaq, məndə də Qurani Kərimdə və bütün tərcümələrə baxıram, hamısı bir-birinin ştampirovkasıdır. Hamısı kserikopiyadır, bir-birindən. Məsələn, hədis elmində... Quran bir-birinin kserikopiyası olmalıdır. Yəni, hərə özündən nəsə qalxmalıdır ora. Tərcümələrdə fərq eləmək vacibdir. Qurani Kərimi tərcümə eləmək üçün... Tərcümədə necə fərq? Hərə necə başa düşür o cür? Qurani Kərimi tərcümə eləmək üçün səndə bir neçə xüsusiyyət olmalıdır. 1. Tövhid inancın səndə tam olmalıdır. 2. Ağıl, zəka, şuur, məntiq və ərəb dili. Yəni, ərəb dilində high level, ən üstün dərəcədə bilməyə də ehtiyac yoxdur. Onu elemental səviyyədə bilsən, sənə bəs verir. Amma ondan qabaq yox, 5 məsələ sən bilməlisən. Çünki sən ayətə çalınmağı bacarmalısan. Qurani Kərimə ümumiyyətlə 2 zərbə vurdular. Birincisi, onu surələrin yerini dəyişdirdilər. Bunu yahudilər eləməyib. Xristiyanlar eləməyib. Bunu müsəlman elədi. Necə yerini dəyişdirdilər? Yəni, Məhəmməd Peyğəmbər həyatdan köçdüyü zaman taxt-ı tac, səltənət davası başladı. Ya bu məsələlərə çox girməyək. Bilirsiniz də mübahisələr də yaradan bax belə bu məsələlərdir. Nə hansı məsələ? Bax taxtac oyunları filan, o dava qırğınlar. O hədis məsələləri siz ona cür deyirsiniz. Hədis məsələləri də iqtidar davasından əmələ gələn hədis məsələləri. Bəli, üzr istəyirəm. Bax siz belə deyirsiniz, amma bir qrup insanlar da var ki, İslamın elə əsl məğzini elə onda görürlər. Qurani Kərim bizim tək yeganə mənbəyimizdir. Siz onu onda Elşad Mirdən fərqiniz nədir? Xeyr, elə bir şey yoxdur. Baxın, Elşad Mirə fərqi deyə bir şey yoxdur. Hər kəsin öz fikri var. Allah Teala deyir ki, mən bu kitabı endirdim və mələkləri də bu işə daxil edeyim. Yəni, mələklər, düz Allah Teala, haşə və kəllə, onun heç bir köməkçiyə ehtiyacı yoxdur. Amma fakt budur ki, yəni, peyğəmbərlərə bu dini gətirən mələklərdir. Yəni, Cəbraildir, Ruhul Qudusdur. Yəni, burada, məsələn, insan övladının yazdığı kağızı, kitabı sonradan dəyişmək olar. Amma Allah Teala bunun möhürünü vurub. Bunu dəyişilməyək. Amma 2 zərbə vurdular Qurana. 1. Surələrin yerini dəyişdilər. Birinci gələn Ələq surəsi getdi 396-cı surəyə. Onun qabağını atdılar. Birinci surəmiz indi o Fatihə düzü opening kimi gedir. Başlanğıc kimi, parola kimi gedir. Birinci İnəy surəsindən başladı. Bəqərə surəsi. Əsas Qurani Allahın əmri nə idi? Təhsil var. Düşün, oxu. Yəni bugün oxuyan bir dünya ilə oxumayan dünyanın fərqini görürsünüz. Oxumayan müsəlmanların vəziyyətinə baxın, oxuyan Yaponların Allahı da yoxdur ki, günəş tanrısına baxırlar. Onların Allahı var, onlar inkar edirlər. Yəni bunlar əhli kitab deyil ən azından, düzdür? Yəni burada Qurani Kərimə vurulan 2 böyük zərbə var. Surələrin yerini dəyişdilər və kritik ayətləri, bax diqqətlə qulaq asın, kritik ayətləri səhv tərcümə etdilər. Tövhid inancı ilə əlaqədar ayətləri səhv tərcümə edir. Hərə öz məzhəbi üçün, hərə öz təriqətinə uyğun bu kitabı tərcümə edir. İndi bundan sonra, məsələn, Allah Teala deyir ki, dininizi, mən bunların ərəbcəsini deməyim, çox yormayaq. Dininizi oyun oyuncağa çevirməyin. Başqa dinlərin
sizə öz dinlərini elədiyini siz eləməyin. Amma çox təəssüflər olsun ki, bunlar bu hədislər yox. Məsələn, Qurani-Kərimdən bunlar özlərinə bir referans tapa bilmirlər. Hədislərlə adam öldürürlər, baş kəsirlər. Buradan siz nə məcbur eləyə bilər? Məsələn, Azərbaycan bir ucqar dağ kəndindən... Üzr istəyirəm. Sizin dediyinizi deyir. Sizin dediyinizi daha belə başqa cür deyir. Bir dəqiqə. Baxın, buyurun. Yox, siz xahiş edirəm yerinizdə çox tərpənməyin, sorağınızı əziyyətə salmayın. Belə bir şey deyim sizə. Siz də hədislərin ümumiyyətlə lazım olmadığını deyirsiniz. Mən yavaş gələcəm. Hədislər siz sual verirsiniz, mən onun cavabını verdim. Siz də bu ənənəvi yanaşma ki var ha. İslam 3 yerə bölünür hal-hazırda. 1. Əsl İslam, o Qurani-Kərimdir. 2. İslam mədəniyyəti, 3. İslam ənənəsi. Əsl İslam Qurani-Kərimdir. Onu heç kim inkar eləmir. Bəli, bunu əl açıb oxuyan yoxdur. Qoyublar yuxarı. Qızlar köçəndə başından bir dənə yerlətirlər, qoyurlar yuxarı. Ev yanında baxırsınız ki, bütün bina yanıb, hər ağlaşma, jurnalisti, aləm deyib, baxın, Qurani-Kərim yanmadı. Necə yansın? Oksidləşməyib ki o. Üstü qalın ciltlidir, qalıb orada, bir dənə o qalıb. Madəm o belə olsaydı bütün bina qoruyardı da. Əsas bu. İkincisi, İslam mədəniyyəti nədir? Necə ki, İslamın fətihləri başladı, işğalları başladı. Digər o paganist, mistik dinlərdən ki, Qurani-Kərimdə İslama daxil oldu, onun İslam mədəniyyəti. Üçüncü ən təhlükəli İslam ənənəsi. Bunlar hədis uydurmaqla, uydurma hədislərlə bunu evədlər İslam ənənəsi. Yəni bizim mənbəyimiz tək yeganə Qurani-Kərimdir. Quran bizə yetər, artar belə. Sadəcə Allah Təala özü deyir. Mən şəxsə inanmalıyam, Allaha inanmalıyam. Məsələn, hədislə sizə Quranın bir fərqini deyəcəm. Diqqətlə qulaq asın. Yəni siz də hədisləri inkar edirsiniz. İnkar eləmirəm. Baxın, inkar başqa şeydir. Mən sözümü tuta bilmədim. Siz məndən ümumi məlumatları istəyirsiniz. Bu bizim hədislər mənbədir. Mənim öyrəncimizə rəhmətli anam Azərbaycan ədəbiyyat müəlliməsidir. Mən qrammatikanı yaxşı bilirəm Azərbaycan qrammatiyası. Nəyin mənbəyidir? Mənbəy başqa şeydir. Yaxşı, nəyin mənbəyidir? Dinin mənbəyidir. Hədislər dinin mənbəyidir. Xeyr, Qurani-Kərim. Mən çaşdırmayım. Hə, onu bildim. Bəs hədislər nədir? Hədislər mənbədir. Nəyin mənbədir? Tabaqat, Siyər, Məğazi kitabları, kim bir kitabların mənbəyi. Yəni bunlar bir depodur. Bir ambardır, bir mənbə budur. Yəni bizə lazım olanda, amma biz Qurani-Kərimdən, yəni belə deyək də... Yəni biz Qurani-Kərimi başa düşməyəndə o mənbələrə üst durur. Qurani-Kərim müfəssəl kitabdır. Mubin kitabdır. Açıq və necə başa düşmürsünüz? Əlif lam ra, kitabın uhkimet, ayət olsunma, fussilet millədün hakimun xabir. Bu Allah Təala deyir ki, elə bir kitabdır ki, mən onu ayətlərini möhkəm, sadəcə bizi niyə zərbə vurdular? Ona görə ki, bu hədisdə pul var, Quranda pul yoxdur. Hədisdə səltənət var, hakimiyyət var, Quranda yoxdur. Quran deyir ki, Elşad Miridən daha çox Elşad Miri. Yox, Qurani-Kərim bizim Allah Təala, baxın. İnnehu lezikrun leke və liqavmike və sawfa tes'aluna. Nə deməkdir bu? Siz bundan sonra sorğulanacaqsınız. Siz yalnız Qurandan məsuliyyət daşıyırsınız. Düzdür. Siz Həsən Qulunun kitabı var, Məmməd Qulunun kitabı var. Həsən Qulunun kitabından hazırlaşdığımız zaman birbaşa jurnalistika imtahanından keçə bilirsiniz. Məmməd Qulunun kitabından siz elə belə də, yəni jurnalist olduqdan sonra sizə lazım, belə lazımdır. Hansı kitab oxuyarsınız? Mən Allaha inanmayım, şəxsə inanmalıyam. Aydındır. Aydındır. Çox təəssüf, baxın, bunu insanlar elədi. Allah belə şeylər icazə vermədi. İnsanlar Allaha qarşı gəldilər, üləma-i qıram, əfkar ümumi, yəni Allahdır, öz səltənətlərini, öz hakimiyyətlərini, bu hədislər hakimiyyət davası üçün uydurmuş bir şeydir. Birinci diqqətlə qulaq. Baxın, mən bir dənə sözü deyəm, əsas mənim cümləsi. Bir kərə Qurani-Kərimdən anlayışı olmayan bir şəxs əsva müfəssir, mühəddis və faqih ola bilməz. O necə biləcək ki, hansı hədis, hansı ayətə uyğun gəlir? Qurani-Kərim üzrə mütəxəssis olmayan insan hədisçi ola bilməz. Kimsə yalan danışır. Təşəkkür eləmişəm. Vallahi, yəni burada da verilişimiz hörmətli tamaşaçılar, sağollaşaq, çıxaq gedək. Siz deyirsiniz ki, siz hədisləri inkar edirsiniz. Necə inkar edirsiniz? Mən isə izah edəcəm məsələni. Bəs sizin fərqiniz nədir? Elşən bəylə indi burada söhbət edirik biz ilk dəfə. Yox, mən tanımamış oldum. Bir dəfə fərqi deyim mən. Yəni məndən hədisləri soruşdu, mən sizə metal deyim. Baxın. Allah Təala Quranda Tövbə surəsinin 40-cı ayəti. Konkret. 2 nəfər idilər. Double, yəni isnəni, dvoy, necəsə, hansı 2 nəfər idilər. Əbu Bəkirlə Məhəmməd sallallahu əleyhi və səlləmdən bəhs olunur. Allah deyir bunu. Baxın, hədislə mən sizə Allah orada Əbu Bəkir demir, tamam mı? Hə, bir də xahişim, diqqətlə qulaq asın. 2 nəfər idilər. Mağarada gizləndilər. Biri o birisinə dedi ki,
Yəni Əbu Bəkir peyğəmbərə dedi ki, yəni qorxdu. Peyğəmbər dedi ki, narahat olma, Allah bizimlədir. Və və orada buyurdu ki, mən görünməyən əskərlərlə onlara dəstək verdim. Qurani-Kərimdə də, yəni bütün müfəssirlərdə hamısı eyni şeydir. Görünməyən Allahın əskəri mələklərdir. Qutarı getdi. Yəni bir nəfər var, haqqında danışır, alimlə ixtilaf edib. Burada ixtilaf yoxdur. Üzr istəyirəm. Bəs onun Əbu Bəkir və Peyğəmbər olduğunu biz hardan bilirik? Necə? Biz hardan bilirik? Necə? Quranı oxuduq, orada deyir ki, 2 nəfər... Çünki Mədinədə nazil olub ayət, surə. Siz nə bilirsiniz ki, o Mədinədə nazil olub? Tövbə surəsi Mədinə. Çünki 114 dənə surənin 90-ı Məkkədədir. Mən mütəxəssisiyəm də bu. Yox, siz bildiniz. Bəli. Bax, təkcə mən deyirəm, burada ixtilaf yoxdur. Hə. Bu ixtilafın olmamağı tarixlikdən irəli gəlir də. Tarixdən, yox, mən sizin bildiyim nəyi deyirsiniz? Yəni, bizim problem yaradan bu ixtilaf söhbəti deyil. Bu artıq məsələnin interpretasiyasıdır. Ənənəvi İslam deyə bir şey yoxdur, müəllim. Mən sizə belə bir şey deyirəm. Bax, burada bu dəqiqə sizə deyəcəklər ki, hə, ay, sağ ol. Orada deyir ki, orada 2 nəfər idilər. O birisi o birisinə dedi ki, qorxma, Allah bizləndir. Hə, bunun birinin peyğəmbər olduğunu biz anlayırıq. Digərinin siz deyirsiniz ki, Əbu Bəkirdir. Bəli. Tarixi fakt deyil, onda bir şey yoxdur. Yox, tarixi faktdır. Hicrət dövrü var. Yəni Məhəmməd peyğəmbər Əbu Bəkirlə bir yerdə gediblər. Bəli. Yəni burada başqa bir şey yoxdur. Yəni bax, o hədislərdən həm də öyrənirlər də o tarixi reallıqları. Yox, hədislər niyə öyrənirsən? Burada o hədis deyil o. Onlara deyirlər ki, siyər kitabları. Kitabul Məğazi, Tabaqat, hədislər dinlə məsələ zannedəcəm. Yəni dövrün tarixini özündə etibar edən kitablara siyər kitabları deyirik. Bu ustadları var. Tabiin dövründə ətba tabiin, hədis başqa şeydir. Bunlar peyğəmbərin hər şeyini hədis deyirlər. Ümumiyyətlə peyğəmbər mən oradan sözümü şey edeyim sizə, əsas o idi. Buyurun. 2 nəfər idilər. İndi burada görünməyən əskərlər kimdir? Mələklər. Yəni burada Allah Təala deyir ki, mən mələkləri göndərdim. O Səbr mağarasının qarşısına gəlib, o 2 nəfəri öldürmək istəyən, peyğəmbərlə Əbu Bəkir öldürmək istəyənlərin gözlərində bir vahimə yarandı və çəkilib çıxıb getdilər. Bu qədər asan. Düzdür? İndi burada belə qurtarmır ki, sən çıxmalısan kürsüyə, minbərə və bu cəmaatı necə anlatacaqsan? Ona görə deyirlər, təqulu ra'ina və qulu unzurna və əsma'u lil-kəf azab. Bəli, orada nə deyir burada? Deyir ki, sürü olmayın, reaksiya verin, cavab verin, soruşun. O vaxtı belə deyirdi ki, deyirlər ki, bir dəqiqə salam aleyküm, indi sən imama sual verə bilərsən. Deyəcək, kafir, mürtəd, fasıq, bəli. Bir dəqiqə. İndi bu oldu. Bir də mən o sözü tutarım. Yox, bu əsas məsələdir. Bu kritik məsələ bax buradadır. Bunu heç kəs də deyəm. 30 ildir sizə bir şey deyən olmaz, bir də mən deyəm. Çünki mən bu işin ustası mənəm. Diqqətlə qulaq, özümü də belə tərif edeyim. Nə oldu? Peyğəmbərin müşriklər çıxdı getdi. İndi burada lazımdır nə? Bu işi böyütmək. Böyütmək üçün nə lazımdır? Uydurma hədisləri salmalısan ola. Nə deyir? Nə Allah dedi mələk dedilər. Yox, nə mələk? Hörümcək. Allah deyir, mən mələk göndərdim insanları. Oradan qovdum. İnsan övladı deyir, yox, hörümcək. Hə, tərcümədə yəni oranı, mağaranın ətrafını çevirirlər mini zooparka. Orada ilan var, qurbağa var, nasır var, qartal var. Orada olmayan şey yox. Çox üzr istəyirəm, bir izahat verək. O məşhur çağırış Message filmində də orada mağarada gizlənirlər, gəlirlər, görürlər ki, və bütün klassik yanaşmada belədir ki, Allah Taala'nın əmri ilə hörümçək orada tor salır. Bunlar da deyirlər ki, o mağaradadırlarsa tor niyə burada var? Ərəb özü onu bilir, müəllim. Onu deməkdir. Ərəb onu özü bilir. Ərəb bilmir ki, orada hörümçəkdən filmi çəkən Turan bəyin soruşmaq istədiyi Mustafa Akkada deyirsən? Yox, onu yox. Deyir ki, oradakı məsələndə deyirsən ki, Əbu Bəkirdir də. Bu Əbu Bəkir olduğunu hədislərdənmi götürürük? Hədisdən niyə götürür? Ay müəllim, tarixi faktdır bu. Siz deyirsiniz tarixi hardan? Siyər kitabları. Siyər kitabı nə vaxt yazıldı? Peyğəmbərdən sonra. Neçə əsr sonra yazıldı? Təxminən 1 əsr. Yazan kim idi? Orada Vaqidi var. Ən birincisi yazan İbn Hişamdan İbn Hişam. Götürüb Əbu Bəkir yazdı. Bəlkə orada Osman idi, bəlkə Əli idi. Bəli. Sualı nə verirsən? Başa düşmürəm. Mənim sualımın bax budur. Siz deyirsiniz ki, mən sizdən razıyam. Birinci onu demək istəyirəm ki, siz deyirsiniz ki, o mağarada onları gəlirlər öldürmək üçün, çıxıb gedirlər. Görürlər orada hörümçək toru var. Klassik yanaşma budur ki, o hörümçək torunu görüblər, çıxıb gediblər. Yəni Allaha qarşı gəldilər. Qurani-Kərimə inansan, o hörümcək sənin yadından çıxacaq. Qurani-Kərimdə isə bu hörümçək söhbəti yoxdur. Nə hörümcək? O da mələkdən bəhs edir. Görünməz əsgərlərdən. İcazə verin bir dənə bu hissəsinə aydınlıq gətirim. Mən də onu istəyirəm. Bunu heç gündəmə gətirməmişəm. İlk dəfə burada qeyd eləyəcəm. Deməli, indi bizim ən böyük problemlərimizdən biri odur ki, Qurana əsas alan insanlar bəzən Qurandakı həmin o məsələləri cavabını tapmadığına görə bəzən həmin o hədislərə, rəvayətlərə müraciət eləmək məcburiyyətində qalırlar. Bu da çıxış yolu deyil. Məsələn, bu mövzunu mən araşdıranda belə bir məsələ çıxdı qarşıma. İcazənizlə
mən bu şəkili də göstərim. Baxın, bu ivrit dilində. Yox, İbranividən gəlib, onun yoxdur Səbir ki. rol bir dəqiqə Elşin bəy. Bir də söz, o bilirsiniz nədir? O İslam'a o qədər digər, məsələn İbranilikdən, Nəsvanilikdən, o qədər o dinli Yox, başqa yox, dinlər, onu paganizmdən. demirəm. Orada Bəli. konkret olaraq Saul adlı bir kraldan bəhs olunur. O Davud peyğəmbərin arxasınca düşür. Yəni onu öldürmək üçün Davud peyğəmbər gizlənir orada. O birbaşa bizə Yahudilikdən gəlir. Həmin o əfsanəni götürüb interpretasiya edirlər buna. Əfsanələr din olub. Bayaq Əbu Bəkir Din deyirdi İslamdır. onda, düzdürmü? Necə? Bayaq Əbu Bəkir deyirdi. Əbu Bəkir bəli. Amma bu məsələni, məsələn, mən də mənasını bilməyəndə bizim Oxfordda doktoranturada oxuyan bir dostumuz var. Xədicə xanımdan soruşdum. Dedim ki, bunun bir tərcüməsini mənə verə bilərsənmi? O dedi ki, bu tamamilə həmin o Elşin bəyin danışdığı Əbu Bəkirlə peyğəmbərin adından çıxan bir hadisədir ki, Davudla Calut məsələsinin orada qeyd edildiyini bildirir. Müəllim də onu dedi. Bəli, onun üçün ki, bir dəfə canlı yayında qismən izah eləmişdim, ancaq burada ilk dəfə ictimailəşdirirəm bunu. Deməli, orada onu qeyd edilən bir məsələdir. Həmin o xanım özü belə məəttəl qaldı ki, biz bunu indiyə qədər Peyğəmbər və Əbu Bəkir deyə bilirdik. Və məsələni nəyə görə gətirirəm ki, yəni biz rəvayətlərə möhtac olmadan Quranla bunun cavabını tapa bilirik. Çünki Quranda orada nə Əbu Bəkirdən bəhs olunur, Bax, mən nə də onu demək. Bax, üzr istəyirəm. Yaxşı bir yerə gəldiniz. Bax, konkret gəlirik. Siz konkret o ayənin həmən o bir dənə zəhmət olmasa ərəbcəsini deyin, zəhmət olmasa. Tövbə surəsinin 40-cı ayəsində "Vələ təhsən" deyə başlayır orada ki, hüzündən mən tapıb Siz çıxartdım. Onu bir dəqiqə mən burada ərəb dili Yox, burada ayrı şey deyirəm. Siz burada ixtilaf yoxdur. Yox, Bu ixtilaf Məhəmməd peyğəmbərin Əbu Bəkir qurtardı getdi. Bir dənə mənə qulaq asın. Mən dediyim kimi ki, bunu dünya dağılıb, bir dənə əlimizdə Quran qalıb. Bəli. Hər şeyi biz unutmuşuq, bütün məlumatları, mənbələri. Quranla onu oxuyuram, deyir orada 2 nəfər idiniz, falan idiniz. O siz dediyiniz kimi. Mən bildim ki, Quranı peyğəmbərimizə göndərdiklərinə iman edən biri kimi başa düşdüm ki, o biri peyğəmbər və digərinin Əbu Bəkirmi və digəri olduğunu mu tarixi mənbələr falan hər şey yaddan çıxıb. Allah Taala'nın bir tək Quranı qalıb. Necə başa düşürək? Necə başa düşürək? Deyirsiniz, bunu hamı bilir. Baxın, o bildikləri deyir siyerdən, tarixdən falandan bilirik. Mən də sizdən razıyam. Baxın, gəlib çatmışıq 27-ci əsrə. Bəli. Bu mənbələr, bu tarix falan unudulub. Bilirsiniz də, tarix dövrə görə interpretasiya olunur. Bir müddətdən də sonra itir gedir. Ona görə biz elə bilirik ki, əvvəl insanlar meymuna bənzəyiblər, inkişaf ediblər, axırda biz olmuşuq. Bunu qoyuram, hamısını qoyuram bir kənara. Bir dənə Quran kitabı var. Biz də yaşayırıq 30-cu əsrdə. Və 30-cu əsrdə mən onu oxuyuram, Allaha da iman edirəm və gəlirəm, çatıram siz dediyiniz ora ki, biz 2 nəfər idik falan o məsələlərə. Birinin peyğəmbər olduğunu bildik. Digərinin peyğəmbər deyil, Əbu Bəkir olduğunu necə başa düşəcəyik? Quran bunu izah eləyir. Necə? Quran bunu digər ayələr izah eləyir. Baxın, Qurani Kərim... Bəs hədis deyirlər ki, ona görə lazımdır ki... Hədis bilir. Baxın, Məhəmməd Peyğəmbər Qurani Kərimə tərs düşəcək heç bir kəlmə söyləyə bilməz. Ona Allah Teala deyir ki, konkret olaraq Haqqa surəsində, əgər mənim dinimə, yəni Qurana bir kəlmə əlavə eləsən, mən sənin şah damarından tutub sökərəm. Yəni, baxın, Məhəmməd Peyğəmbəri Şura surəsində deyib, sən Peyğəmbər olacağını bilmirdin. Əhqaf surəsində deyib, sən gələcəyi də görə bilməzsən. Yəni, bir kərə Məhəmməd, bu Qurani Kərim, bilirsiniz, bu xristiyanların İncili bilirsiniz ki, mən İncilin adını qoymuşam, hekayələr kitabı. Hekayələrdir. Quran hekayələr kitabı deyil. Onu bildik. Konkret mövzulardan bəhs edir, konkret qanunlar qoyub, o qanunlar, məsələn, 27-ci əsrdə... O da icazə verin, o sualımın cavabını bəlkə mən Elşad bəydən aldım. O da cavab, necə cavab verecək? Ay Elşad bəy, icazəniz. Bax, mən dedim, 30-cu əsrdə yaşayıram. Siz deyirsiniz, bax, sualı eşitdiniz də, orada biri Peyğəmbərdir, digəri mən deyirəm ki, mən elə gəlir ki, bu Osmanlı, Ömərdir. Bunun Əbu Bəkir olduğunu, siz əminsiniz oradakı o deyilən şəxs Əbu Bəkirdir. Mənim üçün o maraqlı deyil. Maraqlı deyil, bəli. Niyə? Çünki maraqlı deyilsə bizə, onu niyə Allah Teala Quran-ı Kərimə salıb? Əfkar-ı üçün bu maraqlı olmalı deyil. Bu spesialistin işidir. Danışın. Mütəxəssis bilməlidir bunu, bitdi. Deməli, məsələn... Bəs demirsiniz, Quran hamı üçündür. Necə? Siz artıq mütəxəssis qavramı yaradırsınızsa, deməli, ayrıca bir institusionallaşdırma yaradırsınız. O institusionallaşma nəticə etibarilə şeyx, filan, hədislər və o dediyiniz özünüz inkar ediniz, hakimiyyətə gəlib çıxmırmı? Çıxır. Yox. Yaxşı, cavab verərsiniz. Siz mənə bunun cavabını verin. Baxın, deyim mən. Bizim Quranın əsas məqsədi nədir? Məsələn, Quran-ı Kərimdə biraz əvvəl qeyd elədi, 43-cü suranın 44-cü ayəsində deyir ki, siz ancaq bu kitabdan sorğu-sual olunacaqsınız. Bəli. Allah da məsələn Quran-ı Kərimin 29-cu surəsi var, baxın, heç bir tərcümə eləmədən Ənkəbut surəsinin 51-ci ayəsini açıram. Tərcüməsini oxuyuram, görün nə deyir burada. Deyir ki, onlara oxunan kitabı sənə nazil etməyimiz onlar üçün kifayət eləmirmi?
Yəni o zaman kifayət eləmirsə, deməli ki, həqiqətən Allah natamam bir kitab göndərib. Və bu natamamlığı doldurmaqdan ötəri Peyğəmbərə istinad edilən hədislərə müraciət eləməliyik. Yaxşı, bu hədislər nə vaxt yazılıb? Bu hədislər yazılıb Peyğəmbərin vəfatından 240 il sonra dünyasını dəyişmiş Buxariyə istinad edilir. Yaxşı, Buxarinin əlimizdə nüsxələri varmı? Buxarinin əlimizdəki ilk nüsxələri... Bunları bil. Mən konkret söyləyirəm. Mən 30-cu əsrdə adam. Quranı oxuyuram, birinin orada bəhs edilən, oradakı bəhs edilən şəxsin birinin Peyğəmbər olduğuna mən inanıram. Və digərinin də deyir sizə önəmli deyil. Önəmli deyilsə Allah Taala onu Qurana niyə salıb? Və yaxud da ki, mən bilmək istəyirəm ki, o ikinci adam kimdir? Bəli, indi bir şey deyim. Mən necə hədis və tarix, siyar falan olmayandan sonra onu necə başa düşəcəyik? Tarixi demirəm ki, yəni bu arqumenti gətirən adamlar bax bunu deyirlər və oradan da özlərinə bir iman mənbəyi düzəldirlər. Tək o deyil, başqasını da deyim. Məsələn, konkret faktdan çıxış edirik də. Onu da Əbu Ləhəbi də deyirlər. Deyirəm, ikisini də deyirəm. Əbu Ləhəbi də deyirlər. Məsələn, deyirlər ki, Əbu Ləhəb Peyğəmbərin əmisidir. Əgər sən Quranda onun məsələn cavabını göstərə bilərsənmi? Yoxdur Quranda deyir cavabı. Onda hədislərə müraciət etməliyik. Və yaxud da deyir ki, fil hadisəsi Əbrəhədən bəhs olunur. Deyir Əbrəhəni göstərə bilərsənmi Quranda? Göstərənmərsən deyir. Halbuki bunların hamısının cavabı Qurandadır. Quranda mən onun cavabını necə tapım? Quranın gözəlliyi odur, insicamı Quran deyil. Quran ayələri bir-biri ilə əlaqəlidir. Məsələn, açıram Fatihə surəsindən. Fatihə surəsində nə deyir? Deyir Maliki yevmiddin. Din gününün maliki. Din gününün maliki nə deməkdir? Quran-Kərimin İnfitar surəsi var. Açıram onun axırıncı 3 ayəsində deyir və ma adraka ma yevmiddin. Din gününün nə olduğunu sən hardan biləcəksən və cavabını verir. Sonra gəlirsən digər ayəyə ki, ənəmtə nədir? Bu ayədə də baxırsan ki, məsələn, Peyğəmbərlə bağlı bəhs edilənlərdən gedir. Buna deyirlər siyaq və sibaq. Kontekstdən çıxartmadan həmin ayənin əvvəlkilərinə və sonrakılarına baxırsan ki, ayə ümumiyyətlə Məhəmməd Peyğəmbərdən bəhs eləmir. Bəs nədən bəhs eləyir? Baxırsan ki, burada bəhs edilən ayələri bir-birindən götürdüyün zaman Davud Peyğəmbərdən əlaqəli olduğu ortaya çıxır. Davud və Calut məsələsi Quranda bəhs olunur. İndi siz də belə ona elə inanırsınız? Yəni o ayədəki o iki şəxs Məhəmməd Peyğəmbərlə Əbu Bəkirdir, Davudla Calut olduğuna inanırsınız? Harda? O Qurandakı o ayədə. O kimlik isə? Deyir yanınızda deyir. Yox, bir də gəl insanların beynini yormayaq belə şeylər. Nə? Yox, insanların beynini elə yormaq budur. Yox, baxın. Deyirsizsə ki, Quran bizə yetər. Bəli, Quran bizə yetər. O zaman cavabı da Quranda olmalı. Cavabı da Quranda tapaq da onda. Quran bizə yetər. Baxın, başqa bir ayəni də deyim. Deyir ki, Rabbi şrəhli sadri və yəssirli əmri. Məsələn, başqa bir Ələm Nəşrə surəsi var. Ələm Nəşrə ləka sadrak deyir. Sənin qəlbini yarıb genişləndirmədikmi? Bunu izah edirlər ki, Peyğəmbər uşaq vaxtı olanda ürəyin kəsdirlər və s. Nağıllar, rəvayətlər danışıbdılar. Və amma biz baxırıq ki, bu ayə Musa Peyğəmbərlə bağlıdır. Niyə? Musa Peyğəmbər orada deyir ki, Rabbi şrəhli sadri və yəssirli əmri və hlul uqdatan min lisani yəfqahu qali sözümü başa düşdünüz. Bu Musa Peyğəmbərlə bağlı olanı gətirib yenə Məhəmməd Peyğəmbəri çıxarıq. Sonra başqa bir yerdə gəlir. Yəni doğrudan da bu konkret nədir? Bax bu söhbət var, ola bilər sizə elə gəlir ki, kontekstdən kənardır. Elə düz kontekstin ortasıdır. Niyə? Məsələ nədir? Qurani-Kərim bizə yetər deyirik. Deyənlər var və yox, hədislərsiz hətta bir nöqtədən sonra Qurana belə anlamaq mümkün deyil deyənlər var. İndi siz deyirsiniz ki, mən hədislərin tarixini tez izah edeyim. Yo, tarixi hamı bilir. YouTube doludur. Bilə bilməz. Olan sayı necə artdı, mən sizə izah edeyim. O da YouTube doludur. Türkiyədə professorlar, alimlər hamı bundan danışır. Bax burada bizim insanlar artıq məlumatlanıblar. Yəni bu işdə indi ola bilər siz ondan çox bilirsiniz, ola bilər Elşad sizdən çox bilir. Elşad uzun bir prosesdən sonra bunu artıq insanlara bu məsələni çatdıra bilib. Söhbət ondan getmir. Burada indi problem nədir? Problem odur ki, bir qrup var və bizim dəvət edəndə bura gəlməyən insanlar ki, deyirlər ki, xeyr, hədis olmasa din uçub darmadağın olacaq, gedəcək. Hansı din məsələsidir? İkincidəki Quran bizə yetər. Bax, Quran Ey hadisin ba'dahu yu'minuna. Siz niyə ayət oxumursunuz ona? Ki bu hədisdən sonra nəyə inanacaqlar? Allah hədis kəlməsini deyir orada. 1400 orada başqa kəlmə deyirlər. Bunu da çoxlu deyiblər. Bəli. Qurtardı. Məsələn, yəni bunlar dinlərinizi, baxın nə deyir konkret olaraq. Quranda artıq və əski heç nə yoxdur, düzdür? Qurani-Kərim tamamlanmış. Bəli. Tamamlanıbsa 23 ərzində Məhəmməd Peyğəmbərə gəlmiş, artıq bütün məlumatlar orada oturmuş. Məsələn, bax bunların əlində tək yeganə kozur var. Namazın qılmağı orada yoxdur ki. Qurani-Kərimdə bir qiyam var. Rükû var. Qiraat var. Səcdə var. Bunların əlindəki kozur çıxdı mı? İndi rəkat sayısı qalır. Rəkat sayısında bütün heç bir məsələn sabah namazının 2 rəkatda 18 rəkat demir. Yəni o da tarixdən görüblər, hamı bir arası kəsilməyib. Baxın, mənbələrlə, bəzi hədislərlə siz bunu qüvvətləndirə bilərsiniz.
anlamaq üçün. Amma sırf belə deyək, ümumi cəmaət üçün bu əsas deyil. Yenə deyirəm, bu mütəxəssisin işidir. Bax, mütəxəssis dediyiniz andan etibar. Bax, mən bir sinəyə inanıram, Elşən müəllim. Uzanaraq Quran oxuya bilməzsən. Oturaraq Quran oxuya bilməzsən. Dəstəmasız heç toxuna bilməzsən. Yəni Qurana yaxın getmə. Qurana yaxın getmə. Buradasın orada, əl vurma, üzün açma. Ərəbcə oxu, ancaq savab qazan. Yəni, başa düşmədən avazdan oxu. Gözəl səslə oxu. Bunları da başa düşmə. Mən ayrı şey deyirəm. Buyurun. Mən inanıram ki, Qurani-Kərim mükəmməldir, kamildir və mənə jurnalist Turan İbrahimova lazım olacaq. Allahla mənim aramdakı o ünsiyyəti, insanlarla insanlar arasında olacağım münasibəti qurmağım üçün Allahın təqdir edəcəyi çərçivədə. Qurandan oxuyub hər şeyi başa düşəcəm. Bəli. İndi bir məqamdan sonra... Hansı şeyi ki başa düşmürsünüz? Fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Məhəmməd Abduhu biri gəlir, deyir ki, ələ salmaq istəyirlər. Buna bu böyük alimlərdən biridir. Deyir ki, Qurani-Kərimdə pambıqdan necə köynə tikməyə də göstərir. Deyir, var, o da var. Nə var? Deyir, o ayət oxuyur. Yəni, bilmədiyinizi biləndən soruşun. O işin mütəxəssisindən soruş. Onu başa düşdüm. Bax, burada siz dediniz, dinlə bağlı məsələlərdə də bir nöqtədən sonra mütəxəssisə soruşmaq lazımdır. Bax, mütəxəssis anlayışı əvvəl mütəxəssis olub. O mütəxəssislər düzgün adam olublar, səmimi adam olublar. Sonra bir müddətdə sonra düzgünlər, səmimlər gedib yerinə buradan özünə vəzifə çıxardanlar olub. Qruplaşmalar, sistemləşmələr, filan nəticə etibarilə o dediyiniz şeyxlər, qənaət liderlər, ondan təfsirçilər, filanlar, hədis yazanlar. Yəni biz olan əməyini yerə vura bilmərik. Onlar da əziyyət çəkiblər. Onda siz nəyə yerə vurursunuz? Mən başa düşmədim. Onlar da əziyyət çəkiblər. Sadəcə insanları, ümumi insanları Qurandan uzaqlaşdırdılar. İllallah dedilər. O bir mənalıdır. Yəni hər kəs buna gəlib çıxıbdır. Bax Elşad bəy, bax siz deyirsiniz ki, mən ilişib qalmışam. Mən bir adamam, belə deyək də, dindəyəm filanam, amma bəhanə axtarıram ki, bu Quranda filan, mən deist olum. Deistliyə bir qapar axtarıram. Və deistliyə qapı axtaranda gəldik, çıxdıq o, siz özünüz dediniz də, Tövbə surəsindəki Peyğəmbərlə o 2 nəfər söhbətinə. Mən deyirəm ki, bu Peyğəmbərdir, o 2-ci nəfər də hədis deyirlər ki, lazım deyil, tarix filan uydurmadır, interpretasiyadır, filan. O 2-ci adam kimdir? Gəlirəm müəllimin üstünə, müəllim bu cavab verir mənə, məni qane eləmir. Sizin üstünüzə gəlirəm, siz də deyirsiniz ki, o Davud Peyğəmbərdəndir. Bütün mənim beynim qarışır bir-birinə, o zamkaniya verir. Deyirəm, Quran-Kərim görürsünüz, ziddiyyətlidir. 2 Quran bazalı inanclar sistemini tərəfdarı olan şəxslər belə deyirlər ki, biri belə deyir, biri belə. Yaxşısı budur, mən bütün məsuliyyətlərdən qurtulum, olum deist. Düzdür, deistlik populyar şeydir. Yəni keçər olsa Həsən keçər. Yəni yalanda özlərin şeyləri. Həsən keçər Həsəndə, amma fərq var. Amma ən gözəli indi nə yaxşıdır? Panenteist. Bu panteistin ən üst versiyasıdır. Nəticə etibarilə əvvəl panteistlər dünya, təbiət, indi panenteistlər. Yəni bundan sonra da hansı qalaktika kəşf olacaqlar, onunsa içində olanlar. Mən gəlib çıxıram ona. Mən ora getməməyim üçün mənə izah elə ki, bunun məntiqi nədir onda? Əgər mənə bir praktik olaraq lazım olmayacaqsa, Allah Taala niyə orada bir mübahisəyə əsas verir? Bu məsələ ilə bağlı belə bizim bir görüşümüz oldu. Adam biri dedi ki, mən çobanam. Mənə Qurandan nədir? Dedim, çoban olaraq sən Qurandan öyrənəcəyin odur ki, düzgün insan olacaqsan, çobanlıq elədiyin yerə məsuliyyətli yanaşacaqsan, qoyunlardan və s. bunu eləyəcəksən. Dedim, amma adam da biri var, çıxır Pakistandan, deyir ki, mən akademikəm, məsələyə başqa cür yanaşmaq istəyirəm. Götürür fizikanın bir qanunu Quran ayəsi ilə uyğunlaşdırmağa cəhd eləyir və o uyğunlaşdırmanın nəticəsində də Nobel mükafatını alan ilk müsəlman olaraq Doktor Abdüssalam ortaya çıxır. Yəni, insanın yanaşması fərqli olur. Məsələn, mən Quranı götürmüşəm ki, buradakı ayədə nədən bəhs olunur? Baxıram ki, Quranda deyir ki, mən orada adlarını çəkdiyim peyğəmbərlər də var, adlarını çəkmədiklərim də var. Deməli, bilmədiklərimiz də çoxdur. Amma nə etməliyəm? Bu, mənim həyat yolumu asanlaşdırır, yoxsa çətinləşdirir? Bu, mənim həyat yoluma işıq tutur, yoxsa bu, mənim həyat yolumu qaranlıqlara zövq edir? Mən buna baxıram. Məsələn, orada deyir ki, Əshab-ı Kəhf 3 nəfər idi, yoxsa 7 nəfər idi. Allah deyir, sənə nə? Orada çıxan məğzi nədir? Onu başa düşdük. Bax, gör, mən deyirəm, bax, mənim bir niyyətim var. Mənim bir qara bir niyyətim var. Və yaxud da mənim bir niyyət fikrim var. Mən sizə sübut eləmək istəyirəm ki, qardaş, gördünüz, hədissiz, Əhl-i Beytdən gələn müəyyən məlumatlarsız filan İslam dini yoxdur.
bu zaman? Yəni onu deyirəm ki, onu İslamda Qurana baxdığımız zaman Quranda açıqlayır hamısını. Məsələn, Nisa surəsinin 34-cü ayəsini gətirir ki, qadınların döyülməsi ilə bağlı. Mən deyirəm ki, qadınların döyülməyi deyil, nə edirəm onda? Oradakı baxıram vadribuhunna sözündəki darba feilini alıram. Quranda harda keçir, hamısını yığıram bir araya. Baxıram ki, heç bir yerdə döymək mənası verilmədiyi halda qadınlarla bağlı yerdə döyülmək mənası verilir. Darb sözünü Quranın hər yerində döymək kimi qəbul eləmirlər. Qadınlara gələndə onu döymək kimi. Niyə? Niyə? Ondan sonra orada baxıram ki, çünki işlərinə gəlib. Baxıram nüşuz yazılır. Baxıram eyni surənin Nisa surəsi başqa ayəsində bu dəfə də kişilərin nüşuzundan bəhs olunur. Nüşuz nədir? Nüşuz yəni güya qarşı gəlmək, etiraz eləmək, o kişilərə qarşı etiraz eləmək. Baxıram burada da kişilərə gəlirsə, o zaman burada da qadınlar mı kişilər döyməlidirlər? Məntiqsizlik yaranır. Amma ona görə mən indi nə edirəm? Ayələri qoyuram hamısını bir yana. O keçən sözləri yanaşı qoyandan sonra baxıram ki, Allah bu sözün açıqlamasını verir. Məsələn deyirəm ki, təvaf eləmək yoxdur, fırlanmaq. Baxıram ki, təvaf feili kökünü tapmalıyam bunun. Təvaf feili Quran-Kərimdə keçirmi? Baxıram keçir. Burada nədir? Zülmə məruz qalmaqdan bəhs olunur. Bəli, bunlara hamısını uyğunlaşdıranda görürsən ki, bunların hamısının cavabını Allah verib. Ona görə də Yusuf surəsinin 111-ci ayəsində, Hud surəsinin 1-ci ayəsində, Fussilə surəsinin 1-ci və 43-cü ayələrində Qurana Allah özü müfəssəl açıqladığını deyir. Sadəcə mən özümü qınayıram ki, bunun cavabını tapmadığıma görə bunu bilmirəm və bunun cavabını tapmağa çalışıram. Tapandan sonra da asan şəkildə insanlara təqdim edirəm ki, cavabı budur. Qəbul edib eləməmək onundur. Sadəcə bu insanlar nə edir? Baxın, götürübdülər ki, bir qadın görmüsünüz bu günlər. Quran-Kərimə görə veribdilər ki, 4-ə qədər evlənə bilərsən. Bu gün də həmin o müsəlman qadın bəli öz ərlərindən deyir ki, bəli Allahın əmridir evləncinən deyən varmı? Və yaxud da bizim o qadın cəmiyyətdə ki, yoxdur, amma bəzi cəmiyyətlərdə var. Vallahi inanın heç bir qadın içindən gələrək buna icazə vermir. O heç də, o da deyir ki, onun sınağıdır. O zaman belə sınaqmadır. Üzr istəyirəm. Ondan sonra baxıram ki, bu qadınlar məsələn çox diqqət edin nə deyib? Deyir ki, qadın ondan sonra başqa bir məsələ. Götürüb deyirlər ki, insanlar ana bacı qardaşdan doğulubdular. Adəmin göyə uşaqlarından. Baxıram Quran-ı Kərimdə Nisa surəsində bildirilən nə Adəmdən bəhs olunur, nə Həvvadan bəhs olunur. Bunlar hədislərlə bunu artırırlar. Sonra Habil Qabil gətirirlər, bununla əlaqələndirirlər. Ondan başqa deyirəm ki, qardaş, sənin dediyin məsələ deyir ki, peyğəmbər deyir ki, Quran-ı Kərimdə Allahın qadından döyülməyini güyə belə tərcümələrdə verib də döyə bilərsən. Allah niyə qadını döydürsün ki, kişinin əlindən? Möhtəşəm sual bu idi. Amma ondan sonra peyğəmbərimiz nə deyir? Peyğəmbərimiz deyir ki, mən sizə qadınlara əmanət eləm, qadınları döyməyin. Onda belə çıxır ki, Allahın elçisi, peyğəmbəri Allahdan daha mərhəmətli olur. Və yaxud da o zaman burada baxıram ki, başqa bir yerdə də Məhəmməd peyğəmbər deyir ki, qadınların ağlı da, dini də zəifdir. Və yaxud da deyir, hətta qadınlar ərlərinin üzərindəki irini, üzr istəyirəm, dilləri ilə yalasalar belə ərlərinin haqqını ödəmiş olmazlar. Yenə hədislərə baxıram, görürəm ki, peyğəmbərin 6 yaşında Ayşə ilə nişanlanmağı, 9 yaşında evlənməyindən bəhs olur. Bunlar Quranda varmı? Heç biri yox. Biz uşaqlıqdan bir şey görmüşük. Mənə elə gəlir ki, sizinlə davam elətdirmək üçün deyirəm. Mənə elə gəlir ki, artıq müasir insan, ən azından oxumağı, yazmağı bilən, dünyanı qavramağa başlayan insanların hamısı bir nöqtədən sonra bu dediyimiz şeylərin hamısının bu və ya başqa şəkildə müxtəlif ölkələrin, cəmiyyətlərin mədəniyyətlərinə uyğun şəkildə istismar nöqteyi nəzərdən hazırlanıb ortaya çıxardığı şeylərdir. Bunu biraz insanın niyyəti təmizsə başa düşür. Mən belə düşünürəm ki, jurnalist Turan İbrahimov müəyyən mənada da bilikləri olan biri üçün mən Quranı, İslam yaşamaq istəyirəmsə, Quranda hər şeyi tapıram. Mən burada ayrı şey deyirəm. Mən kimsə istəyib hədislərin haqq olmaq olduğunu sübut eləməyə çalışırsa ki, və onların da haqlı çıxacağı məqamlardan sizin mənə verdiyiniz cavablarla belə bir qənaətə gəlmək olar. Siz mənə cavab verə bilmədiniz o məsələyə. O iki nəfərdən. O iki nəfərdən hansının peyğəmbər, hansının digər olduğunu. Uşaqlıqdan bizi aldatmışdılar. Hamı uşaqlıqda hər kəs deyirdi ki, qadın kişinin qabırğasından əmələ gəlib. Bu qadınları daşı düşsün bu mollaların başına. Bu yazıq qadınları indi də döyürlər. İşit əməli başı Musulda qadın satırdı bazarlıqda. Düzdür, qul. Onu Qurandan eləyə bilmir. Hədislə eləyir. Quran nə deyir? Əsirləri buraxın. Əsirləri öldürmək olmaz. Bunu hədislərlə eləyir. Niyə? Ərəb özü bilmir, oxuya bilmir bəyəm onu. İndi orada vaxtımız azdır. Bəs ən çox da ərəbin öz dilində olan Quran-ı Kərimi oxuyub başa düşməyən ərəblərin özüdür. Ən çox da cahil geridə qalmış ərəb ölkələrdir. Niyə? Oxuyurlar öz dilləri. Düzdür, onların da öz dili deyil. Şəkil çəkmək deyir, şəkil çəkmək deyir. Məsələn, Peyğəmbər deyir ki, şəkil çəkməyi qadağan edib. Çox gözəl, görürsünüz.
Qabaqlı əvvəl məsələn bunlar videoda çəkirdilər. İndi qabaqlarına qoyublar telefonu, iPhone-dan özlərini çəkib YouTube-a Sizin yerləşdirirlər. dediyiniz şeylər. Yox, bir dəqiqə. Mən də onu görə sınav üstünə verirəm. Bu digital şəkildir. Bir Bəli, dənə kadrda bax mənə təsvirdir. çəkirsiniz. Bir dənə kadrda neçə dənə şəkil var? Bəli. Adi məsələn bu cizgi film və multfilm. Necə çəkirlər? Çəkirlər, yapışdırırlar. sürətləndirirlər. Bu günləri Səudiyyə Ərəbistanının kralının oğlu Salvatore Mundi'nin əsərinə 450 milyon dollar pul verir. Salvador Mundi'nin, yəni ki o Leonardo da Vinci olan kitabı. Bəli, indidən məlum olur ki, heç o əsər Leonardo da Vinci deyil. Bəs şəkil çəkmək qadağan idi. Bunların özlərinə lazım olanda, özlərinə lazım onu kim edib? Salman bilmirəm, mən Vəliəhd bildiyim indiki bəli, Yaxşı. qızıldan tramplin. Məsələn, bax Yəni onların dediyi Onların dediyi aidiyyəti yox. Nahl surəsinin 64-cü ayəti. Xahiş edirəm, vaxtımız dəyərlidir. Bax, görün. Onlara aydındır da, mən başa düşdüm onu. O kimdir ki, o da bir siyasi liderdir Nahl də. surəsinin 64-cü ayəti Allah Təala konkret buyurur. Mən sizə bu kitabı ona görə göndərdim ki, öz aranızda Qurani-Kərim, yəni dini ixtilafları həll edəsiniz. Əgər biz elmihal kitablarından, fiqh kitablarından bunu həll edə bilirsinizsə, həll edək. Bunu ancaq Qurandan başqa həll eləmək mümkündür. Qurani-Kərim təkrar edirəm. 1. Tövhid inancına sahib olmalısan. 2. Ağıl, başqa niyyətin olmamalıdır da orada. Sənin niyyətin Allah'ta. Əgər sənin pis niyyətin olsa, əlbəttə yaxşı insan, məsələn su içərsən, ölməsə çox su içərsən, adam ölə də bilər. Düzdür? Bir şeydən çox elədiyi zaman insan, şeytan, o iblis, insan ağlını başına almağa başlayır. Bax, sizə konkret sual verirəm. Ərəblərin öz dilində olan Qurani-Kərim. Bax, bunu da açaq. Bugünkü ərəb dili də yəni 4-5 dialektə bölünüb. İndiki ərəblərin bir çox ölkədə, 22 ərəb ölkəsində danışılan dillər də bir-birlərindən fərqlidir. Məsəl üçün, biz Qazaxlarla nə qədər bir-birimizi başa düşürüksə, belə deyək də, Ərcəzairi ilə Yəmənli də özünü bir başa düşür. Ad ərəb dilidir, ona görə orada da Misir dili, Ərcəzair dili kimi deyənlər var. Hə. Amma klassik ədəbi ərəb dilini bilənlər oxuyurlar. Yox, mən arz edirəm. Klassik ərəbcədir də Quran. Bax, o Quranı başa düşənlərin özü belə, dediyimiz kimi ixtilafdadırlar, cəhalətdədirlər. Deməli, onlar Quranı başa düşmürlər, onlara hədis lazımdır. Oxumurlar. Niyəsinə deyim. Baxın, icazənizlə səhv eləmir. Onlar öz hakimiyyətdən, iqtidarlarını Quran-Kərimdən idarə edə bilmirlər. Bir şey deyim. Konkret hədislə. Yaşanmır. Bax, Turan bəy, belə bir şey qeyd edeyim də. Biz deyirik ki, Peyğəmbərimiz açıqlayıb. Həmin o ənənəvi dini mənsub olanlar deyirlər ki, Quranı Peyğəmbər açıqlayıb. Deyirəm, gözəl, möhtəşəm, həqiqətən əla. Deyirəm, o zaman Quran-Kərim bugün neçə ayədir? 6236 ayədir. Mənə zəhmət olsa 6236 ayənin Peyğəmbər tərəfindən açıqlandığını göstərə bilərsinizmi hədislərdə? Mümkün deyil. Misal deyim sizə konkret. Deməli, Buxari onlara görə Qurandan sonra mötəbər hədis kitabı qəbul edilir. Müslim və Tirmizi. Bunların təkcə üçündə kitab-ı təfsir bölümü var. Təfsir bölümü. Digərlərində yoxdur. Bu bölümlərin hamısını oturub bir-bir toplamışam. 815 dənə hədis var ki, ayəni rəvayət açıqlayır. 815. Geridə qalan, bəs 5000-dən çox ayəni kim açıqlayır? Deməli ki, bu insanlar onu bilirdilər. Peyğəmbərin məqsədi təbliğ deyil, təbliğ idi, çatdırmaq idi, təbyin idi, təbşir idi və tənzir. Yəni insanlara bunları müjdələmək və s. Missiyası bundan olub. Çünki Allah Quranda da Peyğəmbərə 2 ayədə deyir ki, qul, deyir ki, mən də sizin kimi bir bəşərəm. Mənə ancaq olaraq vəhy bildirilir. Əgər ona görə deyirəm ki, bu günlərim Quranı hədislər açıqlamış olsaydı, hədislərin özünün açıqlamağa ehtiyacı yaranardımı? Buxarinin təkcə özünün 89 dənə şərhi yazılıb. Məsələn, ən məşhuru Fəthül Bari İbn Həsən Əl-Əsqəlani. Orijinal dediyimizdə təbii ki, yəni hədislərlə biz Quranı öyrənə bilmirik. Hədislərlə nəyi öyrənə bilirik? Oradakı məsələn kimlənsə evlilik məsələsinin 9 yaşında olmağını ki, güya eləyib. Peyğəmbərin deyək ki, digər məsələlərini güya Peyğəmbər bunu elədi, ay nə bilim, qadınları aşağıladı, cəhənnəmli olduğunu bildirdi. Nə bilim, orada zina məsələsi Quranda daşqalaq olmadığı halda güya Ömər deyib ki, mən insanların qınağından qorxmasaydım, bunu Qurana əlavə eləyərdim bunları. İndi gəlir, sizin dediyiniz ki, cavabını tapmadım. Ayədə deyirsiniz ki, orada bəhs edilən ikinci adam kimdir? Həmin o ikinci adam, biraz əvvəl dediyim kimi, Quranın digər ayələrində bəhs edilən Davud, Calut, Talut məsələsində olan məsələ. Yəni, mən də səhv bilmişəm. Biri hətta Məhəmməd Peyğəmbər deyil oradakı adamlarda. Tək o deyil, birini də deyim sizə. Yəni, o film var,
mesaj Çağrı filmi. filmi Mustafa Hakkadın kinosu. Mustafa Hakkadın Bəli, filmi bəli. deyirsiniz rəvayətlər ki, əsasındadır. rəvayətlər Hamısı əsasındadır. rəvayətlər və o kinoda əslində çünki ağır proseslərlə çəkilib. O kinonun özündə Liviya lideri Bəli. ora maliyyə ayırmışdı. O kinonun özündə İslamı elə göstərirlər ki, ancaq savaşlarla Yox, aydın məsələ ki, müəyyən dövrü göstərirlər də, o aydındır. Peyğəmbərlərin ölçəvi inkar etmək xahiş düzgün edirəm. bir şey deyil. Qəti şəkildə. Elə şey ola bilməz. İndi başqa bir şey deyirəm Siz sizə. Peyğəmbərin Quran-ı Kərimin müqəddəs olduğuna inanırsınız? Necə? Quran-ı Yəni Kərim bu ağır mövzulardır. Mən sizə konkret sizin suallarınıza cavab verirəm. Deyir ki, İnna hədeynahu səbilə immə şəkiran və immə kəfuran. İnsan Sən iki yol surəsinin göstərir. üçüncü Allah ayəsi. Taala sizə iki İstəyən yol şükür istəyirsiniz. Sizin təşəkkür eləyərsiniz, istəkar. Yəni Allah Taala üçün o qədər vacib deyil ki, sən Kafir yoluna aşır. yəni hansı yollara sənə vacibdir ki, sən cəhənnəmə getməyəsən. Ona görə Məhəmməd peyğəmbərə buyurur ki, sən ancaq təbliğ eləyənsən. İn əntə illə nəzirun. Sözlü dinə çəkib dur kənarda. Nəzir xəbərdar Və edir. mə əntə aleyhim vəkil. Sən onların üzərində vəkil deyilsən. Əlbəttə. Peyğəmbər də çox çalışırdı sizin ki, belə eləməyin, gəlin yola. Allah Təala deyir, bax ha, sən ancaq möminlərə təbliğ elə, çəkib dur kənarda. Məhəmməd peyğəmbər məsələn Abəsə surəsi var. Mən o vaxtı APA TV-də, APA TV-də bunun mühasibəsini aparırdım şəxsən. İbn Məktub var, Amadır. rejissorlar var ha, onları siz dindən imandan çıxartdınız. Kimi? Bizim rejissorlar, yazıqlar kadr tuta bilmirlər. Bir yerdə durun ki, hə. Yəni Abəsə surəsində Məhəmməd peyğəmbər özünə belə Allah Taala xəbərdar edib ki, sən orada Məkkə müşriklərini dinə çağırmağa çalışırsan. Amma onu diqqət edin ki, sən bax orada ama bir gözü kolvan gəlib səndən dini öyrənmək istəyib. Sən dini öyrənəndən yapış. Allah olsa sənin yola gəlməyəcək. Mən siz başa düşdüm. Bax, Allah Taala konkret yol son 3 dəqiqəmiz. Ya o bu ya belə. Yaxşı, iman bildik. Bəli. Yəni belə bir fikir var ki, əslində əzəli Quran-ı mənim. Kərimə İstəyirsən gələnlər cəhənnəmə. Quran birləşdiricidir. Mən də bunun belə olduğuna Bəli. inanıram və heç kim, heç bir məzhəb də bunu inkar eləmir. Amma nəticələr, əməllər o ayrı. Amma Quran üzərində cəmləşək deyənlərin də arasında ixtilaflar var. Niyə? İxtilafı alimlə mübahisə eləyər, ixtilafı qıraqdan gələn həll eləyə bilməz. Jurnalistin cavabını jurnalist verər, Təbii, indi bir alimin şey cavabını alim verər. O Hər alimlər dövlət də işlə nəticə məşğul olur. etibarilə o alimlərin tərəfdarları var. O deyir ona inanır. Bu buna qruplar yaranır. Baxın biz qrup yaratmırıq. Biz yaranır. dövlətimizə, dövlətçiliyimizə, Mən ayrı şey deyirəm, ay müəllim. Bəli. Mən ayrı şey Burada deyirəm. ancaq biz bir-birimizlə mübahisə edərək ortalığa bir Eşat, məsələ siz çıxarıq. xahiş edirəm, Eşat, sualıma cavab verin Bəli. də. Bəs Quran üzərində birləşək deyənlər niyə ayrı-ayrı qruplar əmələ gəlir? Sadəcə müəyyən bu mərhələ var. İnsanlar o protestantlıq ortaya çıxmamışdan əvvəl də onlar da müxtəlif formatlarda Bilirsiniz ki, bizim bir-birinə ayrılırdılar. protestantlığımız hələ təzə ortaya çıxır. Yeni formalaşır bu məsələ. İnsanlar həqiqətən Qurana gəldiyi zaman və belə bir Quran tərcüməsi də olduğu zaman insanlar görəcəklər ki, həqiqətən bu ayənin izahını bu ayə verir. Başqa şəxslərə ehtiyac olmadan biz özümüz o Mən sizə son kitablara bir dənə bir yaxşılıq eləyəcəm. Sizə bir şey öyrətim, yaxşılıq. Son. Mən sizə son yaxşılığım bu olacaq. Bir dəqiqə, Hə. sağollaşmalıyıq. Sizə məzhəb, necə ki biz məzhəblərə söz deyəndə deyirik ki, Peyğəmbər məzhəbi o adamla hıqqana qalır. Konkret olaraq hədisləri sizə tərifləyəndən gözünün içinə baxıb bir söz deyirsiniz. Nə üçün Məhəmməd Peyğəmbər sağlığında ikən öz sözlərinin yazılmasına icazə verməyib? Bunu deyən kimi gözünə baxın, hıqqanızı bir ki yalan danışır. Yox, bilirəm, o sualı çox veriblər. Məhəmməd Əslində bu Peyğəmbər suallar lazım verilib. olsaydı, tövhid dinində iki tərəlik olmaz. Bitti. Qurani Kərim. Amma Qurani Kərimin üzərindən də iki təriklər var. Bu sualıma cavab ala bilmədim. Belə Alim deməli bu cavab mövzunu verir. biz Alimlə davam mübahisə yox, bu mövzunu biz davam etdirməli Bəli. olacağıq. Açın siz. Ona görə də ev tapşırığıdır. Yaxşı, hədisi falan hamısını inkar elədik, gəldik Qurani Kərimə. Qurani Kərimdə də hər şey açıq İnkar aydın. eləmirik. İnkar Yox da başqa biz şeydir. dini mənbə Siz kimi inkardan onu, siz danışırıq. onu Yəni vəhy olmadığını qəbul Hə, edirik. vəhy olmadığını. bəli, bəli. Yəni necə deyirlər, Peyğəmbərin Qurani qəlbinə Kərim uyğun salınan gəlməlidir. qoyduq kənara Peyğəmbərin gəldik sözü Quran. Bəs Quranın uyğun Quranın deyilsə üzərindən biz niyə birlik ola bilmirik? Orada da biz yavaş-yavaş mübahisələrə gedirik, çıxırıq. Niyə? mübahisə deyə bir şey yoxdur müəllim. Bilirsiniz niyə mübahisə var? Hələ öz mənfəətin güdür ona görə. Başa düş, sağollaşır. Qurandan pul qazana bilmir, hədisdən pul qazanır. Yaxşı. Qurandan hakimiyyət qura Elşad bəy, bilmir, Qurandan qurur. Ev tapşırığı gələn Hədisdən verilişlərin birində İnşallah. siz də sonra verilişdən sonra bir dəfə də izah eləyərəm, hazırlaşarsınız. Digər adamlar, bura gəlmək istəyən, təbii ki, bunun bir əsası olan, akademik əsası olan, tarixi olan, tarixçəsi, background olan adamlar da bu verilişə gəlib qatıla bilərlər. Biz kimə deyirik? Elşad Miri oradadırsa deyirlər ki, biz gəlmirik. Elşad Miri yoxdur, artıq indən sonra Elşən bəy var. Hələlik davam etdirəcəyik, amma mənə elə gəlir ki, iman məsələsi hər kəsin özünə uyğun şəkildə bir nöqtədən sonra qavramağa çalışdığı bir şeydir. Əgər bir şeyin üzərində çalışmaq varsa, burada nəfs var. Mənə elə gəlir ki, əsas olan o nəfsi ortadan çıxartmaq lazımdır. Mən də lap o dindar jargonunla danışıram, terminologiyasından istifadə edirəm, amma yəni hamımız nəticə etibarilə inanclı insanlarıq. Görüşərik.